Buyur Karan Bey. Mən neçə ay əvvəl qoşulmuşdum sizə katolik olaraq debat aparmışdım. Yəqin yadınızda olur. Katoliksən sən? Bəli. Trinity nədir? Mən əslində üçlü birlik. Zəhmət olmasa latınca. Ata, oğul, müqəddəs ruh. Bəs in nomine Patris Sancti Filii Spiritus nə deməkdir? Yox, bir dəqiqə, sən söhbət niyə imkan ver konsepsiyasını qurum da. Yox, bir denən də mən bu nə deməkdir, o nə deməkdir? Mən o dildə bilmirəm, mən öz dilimdə dua edirəm. Öz dilində dua eləyirsən. Kimə və necə dua eləyirsən? İsa'ya mı, Tanrıya mı? Üçlü birlikdir zaten, fərq eləmir. Üçü də Tanrıdır. Üçlü birlik. Məsəl üçün, siz sevirsiniz, burnum var, qulağım var, gözüm var. Bu üç sevik eləmir ki, bir sevik eləyir. O zaman mənə bu üçlü birliyi izah elə. Ata Tanrıdır, oğul da Tanrıdır, yoxsa Tanrı gücünə sahib olan birisidir? Elə eynidir, oğul elə birbaşa Allahın özüdür. O zaman Tanrı ölümsüz değildir. İsa'nın çarmıxa çəkildiklərinə görə. Bəli, ölümlüdür Tanrı. 3 gündən sonra dirildi. Nə bilirsən? Ruhu var idi. Üçüncü İsbatı şahane nədir? deyil. Üçüncü gündən sonra Allahın yanına dirildi. Bibliya. Fərq eləmir, İncil, Tövrat, Zəbur var, bir də Bibliya var, köhnə deyənə. Tövratın arasında deyir ki, İsa dirildi. Yox, Tanrı tərəfindən göndərilən kitablar dedim. İncildə qeyd olunur. İncildə qeyd olunurmu? İncil Tanrı tərəfindən göndərilir. Əlbəttə. O zaman Tanrı necə yazacağını və nə cür yazacağını, statistikanı bilmir. Niyə bilmir ki? Bilib ki, göndərir. O zaman İncildə bilirsən də bir məsələ var. Yıxılar, intihar eləyərək ölən bir adam. Kimdir o? Bilmirəm, yalan İsa'nı deyirəm. satan. İsa'nı kim satdı? İsa'nı satılma söhbətini tam bilirəm, amma kimi satdığını bilmirəm. İncil oxumamısan? Oxumuşam, tam yox. Tamam, yaxşı, onda başqa bir şeyim. Nə oldu da seçdim? Mədən öncə bir arvadı 7 qardaşını alır ki. O Yahudilərin qaydası idi, sonra onu İsa gəldi ləğv elədi. İsa gəlib qaydaları ləğv elədi. Yox, həmin o 7 arvad söhbəti var, o biraz. Harda ləğv elədi? Qanun təkrarında var. Kilsə papasının təfsirində baxmışdım. Kilsə tapası, kilsənin təfsiri nəyimə lazım? Mən demirsən Tanrının bir kitabı var. Var. Mən bildiyim sizin Tanrı kitabı dediyiniz şey İncil. İncilin də Mat 5:17-sində yazılır ki, mən qanunları sabitləməyə və gücləndirməyə gəldim. Pozmağa deyil. O zaman mən izah elə 7 qardaşın bir arvad almasını harda ləğv olunur? Mən təfsirlərdə oxumuşdum ki, Məsih gəldi o qaydaları ləğv elədi. Təfsir nədir? Birbaşa konkret qayda vermə. Təfsir. Yox. Qaydada məsəl üçün çox şey vardı. Orada təfsirlərinə baxmaq lazımdır. Məsələn, atıram. Kimin təfsirlərinə? Roma katolik papası Xromda oxumuşdum mən. Orada bir sayt var. Romanın hansı katolik papası? Orada təfsirləri yerləşdirən bir sayt var. Mən orada oxumuşdum. Təfsirlərin neçəsini oxumusan ümumiyyətlə? Məsəl üçün Hel ayə var ki, deyir mən yerə barış yox qılınc gətirməyə gəldim. Əslində onun təfsirləri çıxır ki, məsəl üçün məsihçi olanda insanları nə bilim lağ eləyəcəklər, biraz baskılı qarşılayacaqlar, önyargılı qarşılayacaqlar. Məsəl çəkdim ki, məsələn təfsirlər budur, belə təfsirlər var. Dəqiq. Onda mənə bir dənə başqa şeyin təfsiri maraqlıdır. Desəm, xahiş eləsəm, rica eləsəm, mənə möhtəbər bir təfsir verə bilərsən. Buyur, bilsəm bəli, əlbəttə. Gör nə deyirəm ki, çox maraqlı bir şey var burada. Bir də bu məizah elə də. Sən məsihçi ol, Məsihə iman gətirmisən sən. Bəli. Hə, onda sənə şey veririk. İlan zəhəri verəcəyik. Ölməsən söhbətə gəlir. Oxub deyəm bu, ilanları əlləri ilə götürəcəklər, öldürücü zəhər içsələr bir onlara təsir etməyəcək. Bunu kim deyir? Həvarilər 1:6. Nə vaxt içirsən? Qardaş, iman edib vəftiz olunan kəs xilas olacaq. İman etməyənsə məhkum olacaq. İman edənlər isə bu əlamətlər müşahidə edəcək. Mənim adımla cinləri qovacaqlar. Mənə zəhmət olmasa Tobini qov. Tobi deyən burada. Gəl bura, yaxına gəl. Mənə deyilən görüm. Çevirirsən, amma gedir. Dəliləm mən. Bax, Tobi yanındadır. İman elədiyin adı ilə Tobini qov indi. Gözləyir. Tobi orada yoxdur axı. Mən nə bilim orada kim var, kim yoxdur. Yaxşı mı qovanmırsan? İman edib vəftiz olunan şəxs xilas olacaq. İman etməyənsə məhkum olacaq. İman edənlər isə bu əlamətlər müşahidə edəcək. Mənim adımla cinləri qovacaqlar. Yəni dillərdə danışacaqlar. İlanları əlləri ilə götürəcəklər. Öldürücü zəhər içsələr belə onlara təsir etməyəcək. Əllərini xəstələrin üzərinə qoyacaq və onlar şəfa tapacaq.
Bu iman elədiyimiz Məsihdir. Bəli, çünki o məsəl üçün İran zəhərini alırsan əlinə, deyirsən ki, Məsih mən sənin bu sözünə görə xeyir dua verib buna, mən bunu içirəm, mənə heç olmayacaq. Yəni belə. Tamam, o zaman aç kameranı, get götür bir dənə siyanür iç. İran zəhəri yoxdur məndə. Mən göndərirəm sən. İçirsən, içmirsənmi? İçirsən, içmirsən. Göndər də. İçirsən, içməyəsən. İçərsən, içməyəsən. Adı ilə xeyir dua verib içəcəm. Əhsən. İnşallah xəstəsi olan kimsə var, qardaş şəfa verə bilir İsa'nın adı ilə. Bəli, ruhani təcrübələr də var. Biz elmi təcrübələrdən çox ruhani təcrübələr üstünlüyü veririk. Tamam. Həftə sonu o zaman həftə içi sən aparırıq onkologiyaya. Sən orada onkolojik xəstələrdən birini sağalda bilməsən, nətər olacaq? O sağalda bilməyəndə görərik onu. İndi sən final sual. Bir babasil xəstəsi olsa sağalda bilərsən onu? Rəbbə məhdudiyyət yoxdur, sərhəd yoxdur. Babasili sağaldırsan yəni. Mən Rəbb ürəyim təmiz olsa, dediyi kəlamlarına güvənərək ona xeyir dua verməyimi istəsə və onun adı ilə şəfa verməyimi istəsə, gülünc gələ bilər, inandırıcı gəlməyə bilər, amma ruhani təcrübə və Rəbbin imanı ilə hər şey mümkündür. Nə zaman biz bunu tətbiq edə bilərik xəstələrin üstündə? Boş vaxtı, necə deyim, bir günüm full, komplet boş olanda mən müraciət edirəm. Uşaqlar, 1700 nəfər var yayında. Xəstəsi olan, şəfa istəyən, şəfa diləyən bu qaqaşa təzyiq göstərsin. Göstərə bilməsə, qaqaşı ifşa edin. İndi gəldik final sualına. Və bu sənin üçün ölümcül olacaq, xəbəriniz. O zaten iş bitdi, bu məsələ bitdi. Yox, sorun deyil. Mən onun hekayəsinin təfsiri lazımdır, çox maraqlı mənim üçün. Hansı onun? Bir dənə ekrana qoyun zəhmət olması. Onun hekayəsi var, qardaş arvadına zad eləmədiyi üçün tərəfindən, Tanrı tərəfindən öldürülməsi əmr olunan. Orada məsuliyyətsizlik var idi. Mən elə oxumuşdum. Çünki istədiyi işini bitirib, yəni. Ümumiyyətlə Tanrı niyə qardaş arvadının zad eləməyini istəsin? Nə cür bir Tanrın var sənin? Nəslin artmağı üçün. Nəslin artmağı Tanrıya qalır. Fiziki hərəkət haqqında deyil, mövzu verilən məsuliyyəti bilərək pozmaq, nə bilim, belə aldatmaq kimi, pozmaq kimi. Yəni qardaş arvadına zad eləmədiyi üçün ölüm əmri verən bir Tanrı normal bir Tanrıdır. Tanrıya pis və ya yaxşı atribut vermək olmaz. Zaten Tanrının atributları göz önündədir. Nədir atributları? Siz hansı atributu istəyirsiniz? Ata Allah, nə bilim, qüdrətli, əbədi, hər şey bilən, hər yerdə olan. Qüdrəti bir Allahın oğlu öldürülə bilmir axı. Öldür, öz istəyi ilə çarmıxacaqlı bəşəriyyətdən gələn günahlara. Günahlar getdi. Əslində elə ayə var ki, deyir ki, hər Rəbbim, Tanrım deyə Tanrının padşahlığına girə bilməyəcək. Onun üçün Tanrı qərar verir. Günahları, İsa günahları topladı getdi. Onu Tanrı qərar verir. Bəs İsa niyə öldü? Öz istəyi ilə canını verdi. Həm də məsəl üçün insan adam olanda. İstəyinin niyyəti nə idi bilmirsən? Mən öyrədim yoxsa xristianlıq? Yox, mən demirəm ki, öyrədim. Prosta bilməmək uzatmıram ki, ya da söz güləşirəm, bilmirəm deyib keçirəm. Yəni burada monoloq eləmən yer yoxdur. Başqa bir şey var ki? Təşəkkürlər.